Tuş ver. Hanımlar ve canablar, Allah Borisovna Pugaçova'nın göşe bir manısı vardı. Milyon alıkros. Bu manıda ne hakkında okunurdu? Жил был художник один, он актрису одну любил. Жил был художник один. Lazım değil babamba. Der, domik pradal, halstı pradal, sonra da gedib roza alıp aparıp verip. Kim deyiblər neçə dənə roza bağışlayıb ona? Nə qədər? Utan boyundan, jurnalistsən. Bütün show biznesi qatımızdan bir-birinə. 1 milyon. Saya bilmirsən nə? Özündə Rus qəzisi çuşqasan. Deyir ki, milyon. Neçə oldu? 3 milyon. Görsən? 3 milyon. İndi siz bana başlasalım. Kasıb Çopoğlu'nda 3 milyon. Pul var, gedi 3 milyon roz alsın. Var, yoksa yok. Sovet dövründən bərdən yazıb oxutdururlar cəmaata. Bu, nəyə misal gətirdim mən bunu? Misal gətirib edə məqsədim odur ki, bunun, bilmirəm, bir oğulluğudur, qardaşı oğludur, bayısı oğludur, nə bilim, nəydi? Filip Kirkorov, Filip Kirkorov gəlib, bu toydadır, özdə böyük məmnuniyyətlə burada iştirak edir və belə deyəkdən, Azərbaycan xalqını çox sevir, hörmət bəsləyir, sevgah vergirim oradan. Bu Bayat Şirazdır. Erməni jurnalistini efirdə söyür. Oynama, şıkıdım söylüyor. Ay günlə də çəkdirmək istəyir klip. Məzizə xoş gəlib. Kirkorov Filip. Alqışlarınızla. Aslında toyda mənlə şəkil çəkmişdir. Yox, tanımıram səni. Mən səni sırası tanıdım. Hoş gəlmişsən. Xoş günümüzə gələk. Ben maman hanı? Mamam kim? Allah. Allah Pugaçova. Qapıda gözlür, xahiş O edirəm. gedim onu qarşılayın. Onu bırakmırlar, tez gedinə bıraksınlar. Əziz xanımlar və cənablar, sizə maraqlıdır ki, mən Filip Kirkorov niyə Azərbaycan dilində danışıram? Çünki Rusiyada artıq hamı Azərbaycan dilində danışır. Azərbaycan dilində danışmayana Rusiyada çuşka kimi baxırlar. Və bu saat Rusiyada Ruslar milli azlıq təşkil edir. Və bizim Putin nəinki Azərbaycanda, hətta Rusiyada da saldat görəndə deyir ki, salam əskər. Amma da deyir ki, sağ ol, yavaş. Və bunun üçün də hamıya rahat olsun deyənə Azərbaycan dilində danışırlar. Elə mənim özümə də. Bir də ki, mən sizə bir məsələni çatdırmaq istəyirəm. Mən Filip Kirkorov, Balqaram və sizin kimi də mən o ermənilərə nifrət eləyirəm. Onları görməyə gözüm yoxdur. Və sizin mahnıda deyildiyi kimi, kim bilir, qəlbimin ağrısını kim bilir, yamanca yorulmuşam mən. Bax belə, nə vaxtsa mən sizin vətəndaş olacağım. Əziz xanımlar və cənablar və sizi 8 Mart münasibəti ilə təbrik edirəm. Qoy bu bayramda kişilər və qadınlar bir-birlərinə bax bu sözləri söyləsinlər. Sayka Maya!
Hoş geldin.